Salam əziz və hörmətli dostlar, xoş gördük. Umarım keyfiniz sazdır, yaxşısınız, hər şey yaxşıdır. Mən 2 həftəyə yaxın oldu ki, mənim tamamı hesablarım, yəni Google, Telegram, Instagram, Facebook, Messenger, hamısı əlimdən çıxdı, getdi. Dostlardan, dost görünənlərdən biri gəldi məndən gecə saat 1-də, bizim saat 1-də danışmaq istədi. Tamam ki, danışaq WhatsApp-dan yox, olmaz. Gəl, Instagram-dan danışaq, olmaz. Mənim elədi, belədi. Siz mənə e-mailinizi verin, mən onunla eləyə bilim, sizinlə danışım dedi. Mən e-mailimi verdim. Sonra bu olmadı, bir yarım saat ondan əlləşdi. Məsələn ki, məni istəyir bir chat-room-a aparsın, bilmirəm hara aparsın. Sonra o birisi e-mailimi istədi, Gmaili verdim. Sonra bu adam çox əlləşdi, bir şeylər göndərdi mənə. Qərarlı bir səfədə gedək danışaq məsələn. Sonunda mən dedim, dostlar, gecə saat 2-ni keçir, 10 dəqiqə mən keçib yatmalıyam. Durdum, getdim, yatdım və səhər durdum, gördüm ki, dostumuzun xeyrinə mənim tamam hesablarım bağlanıbdır. Yəni, Google mənə yazır ki, sən bir ayrı yerə səfər eləmişsən, yox, eləməmişəm filan bəhman. Hər halda bir həftə çəkdi ki, icazə verələr mənə ta sabit eləyəm onlara ki, əvvəl özüməm. Deməklə o dostumuz oradan çalışırmış mənim hesablarıma girsin. Ya bir işlər görürmüş, hər halda həkk eləyibdi, yəni. Və hesablarım bağlanmışdı. Bu günləri demək olar ki, əsli gündür. Əlbəttə dünəndən imtahan edirəm, görürəm, bəzən yazılarım gedir. Amma mənim bir 3-cü akkauntum var idi, burada açmışdım. Fikirəm bu olacaqdı. Hətta qoymur like eləyəm. Yəni, bilmirəm, əlan live görsənir ki, burada live var. Bu akkauntum belə icazə vermir, mən like eləyəm. Like eləyəndə atır eşiyə. Bir dana əks qoyanmıram, bir dana yazı qoyanmıram. Heç zat. Yəni, əslində hala bu Instagramda bir işgallar vardı ki, bu birisində yoxdur. Amma bugünkü live'da kitab oxumayacağam. Mütəəssifanə mərizçilik hala davamı var və ona görə kitab oxumayacağam. Bəlkə inşallah sabahdan biraz halım daha yaxşı olsa oxuyaram. Başımın ağrısı yəni çoxdur. Amma ərz edeyim xidmətinizə ki, bir təşəkkür üçün Türk millətindən, türklərdən bir təşəkkür üçün bu günləri istədim biraz danışam. Dostların da sualı olsa yazsalar, bəlkə cavab verə bilərəm. Nədən? Dostlar, 10 gün, bəlkə 15 gün olar ki, Güney Azərbaycanın qəlbi, ruhu olan Urmu gölünün nəcatı üçün bir kampeyn başlanıbdır. Millət buna qoşulubdur. Yüzlər min insan adın, profilin əksini çeviribdir, Urmu gölünə qoyubdur. Urmu gölü üçün çoxlu videolar düzəlibdir, oxumaqlar oxunubdur, şeirlər. Keçən yəni 10-15 günün içində yazılan Urmu gölü haqqında düzələn videolar, oxumaqlar filanlar ki olubdur. Bunları bəlkə keçən 20 il ilə müqayisə eləmək olar. Yəni, millətimizin bu ayılmağını göstərir. Yəni, 20 il bundan qabaq, 20 ildə, keçən 20 ildə bu qədər hərəkət az olmuşdu bu haqda. Yəni, olmuşdu, nə ki az olmuşdu. Amma bu hərəkət ki, keçən 15 gündə, 20 gündə olubdu, qətən keçən 20 ilə qabaqdır. Mən bəlkə 20-30 oxumaq görmüşəm tazalıqda. Bəlkə qabaqcanda olsaydı, mən taza görmüşəm. Yəni, bu kampeynə görə bunlar gəlib ortama da, bunu istəyirəm deyəm. Yüzlər min yazı gəlibdir. İçəridəki dostlarımız qorxmayaraq bunu yazmağa başlayıblar. Yəni, yazar dostlarımız çox zəhmət çəkiblər və bunu yazırlar, tartışırlar, ortaya qoyublar filan. Eyni halda dostlarımız sağ olsunlar, insanları gəlin toplumda, şəhərlərdə, çıxın şəhərlərə və etiraz edir, dövləti məcbur edir. Ustandar məcbur olubdur, nümayəndələr məcbur olubdur. Yəni, bu kampeynin əsərində, diqqət buyurun, o şeyi ki, unuturdular, İran unuturdu filan, onu məclisə daşıdı nümayəndələr.
Bu günlər elə bu videonu açmadan bir 2 dəqiqə, 3 dəqiqə öncə bir videonu mən də şeir elədim. Dostlar qoymuşlar bir nümayəndə, məclis nümayəndəsindən ki, danışır və orada deyir ki, Azərbaycanın 2 dana əsli istəyi var. Biri ana dili, biri Urumqi. Bu ki, bu söz ora gedir. Və bu nümayəndə orada deyir ki, biz əgər millətin burada haqqını səsləndirə bilmirik, bizim burada oturmağımızın mənası yoxdur. Bu kəmpeynin nəticəsidir. Ustandar gəlir, danışır, nə bilim filan danışır, nümayəndələr danışırlar, o danışır, bu danışır. Bunların hamısı göstərir ki, sizin kəmpeyiniz müvəffəqdir. İndi dostlar, baxın, partiyalarımızın bir çoxu gəldilər və bir elamiyyə verdilər, sağ olsunlar ki, Azərbaycan milləti filan gün gəlin xiyabına. Və bugün Təbrizdə görsənən videolar göstərir ki, əkslər göstərir ki, orada polislər, ziddi şuriş, bəsicilər, libas şəxslər, motorsavarlar xiyabanda hər yerdə tutublar şəhəri. Dostlar, bu kəmpeynin müvəffəq olmasıdır. Bəzi dostlar görürəm yazırlar ki, niyə biz müvəffəq olmadıq? Ya, məsələn, niyə hizbilərimiz müvəffəq deyil? Müvəffəqiyyət nəyə deyərsiniz? Müvəffəqiyyətin anlamı nədir? Müvəffəqiyyətin anlamı bu idi ki, biz çıxaq rahpeymalıq eləyək, ya bu idi ki, dövləti əksül əmələ vadar eləyək. Bizim hədəfimiz təhcə rahpeymalıq eləmək deyildi. Heç hizbin hədəfi təhcə bu deyildi ki, rahpeymalıq eləyək, çıxaq xiyabına deyək ki, əsli filan qanun əsasıya görə biz istirik silahsız rahpeymalıq eləyək. Yox, bu deyildi əsli amac. Əsli amac budur ki, dövlətə görsədək ki, Azərbaycanlılar bir şey istəyirlər və etiraz edirlər. Və bunun üçün dövlət Azərbaycandan, o birisi şəhərlərdən tamam polislərin yığır tökür şəhərə amadə baş verir. Yəni ki, dövlət bilir ki, bir təhlükə var. Bir xətər var, bir millətin bir etirazı var, çıxacaq eşiyə. Bu etiraz səsi dövlətə yetişir, əmniyyət güclərinə yetişibdir. Bu bizim müvəffəqiyyətimizdir. Bunun üçün Azərbaycan millətinə, türk millətə baş əyirəm, təşəkkür edirəm. Gücünüzü görsətdiniz, dostlar. Azərbaycan və türk milləti İranda hər yerdə olur olsun, gücün görsətdi. Qəşqailər güclərini görsətdilər, xəliclər güclərini görsətdilər. Bəluçistanda yaşayan türklər belə güclərini görsətdilər. Mənə iftixardır bu. Adam qorxmayaraq oradan yazı yazır, qoyur ora, mən buradayam və burada etirazımı görsədirəm. Türkəmən səhranın türkləri çox güclü hərəkət oldu. Və bu mənim şəxsən başımın ucalığı əlamətidir. Bu deyil ki, biz sadəcə çıxa bilmədik xiyabana. Ya çıxdıq xiyabana, az şəhərlərdə çıxdıq. Ya dövlət bizə icazə vermədi çıxaq. Bu ki, dövlət özü gəlir xiyabana əlinə alır, qoymur siz çıxasınız. Bu sizin zəfərinizdir. Bu sizin zəfərinizdir. Zəfəri sadəcə, baxın dostlar bəzən iştibah edirlər siyasətdə. Dostlar, siyasətdə düşməni həmişə beli üstə yıxmazlar. Siyasətdə müzakirədə, müzakirə mizində, masasında düşməni yıxmaq, meydanda yıxmaqdan çox önəmlidir. Bu ki, siz Azərbaycan milləti biz həzinə verəcəkdik. Hər halda bir çox adamımız tutulacaq idi, çox adamımız yaralanacaq idi, çox adamımız çıxacaqdı xiyabına, işindən, gücündən qalacaqdı. Bunlar bizə həzinədir. Vaxt həzinəsi, insan həzinəsi, qanun həzinəsi, can həzinəsi, bunlar həzinədirlər. Amma hədəf nə idi? Hədəf bu idi ki, o dövlətə biz deyək ki, biz türklər varıq, bizim bir istəyimiz var. Bu istək üçün ya baş əyəcəksiniz, ya bizim qabağımıza çıxacaqsınız. Onlar bizim qabağımıza sıxdılar. Onlar sizin qarşınızda durmağa çıxdılar. Yəni, onlar dedilər, ağa, xiyabanları biz tutmuşuq, siz gəlməyin. İndi bizə yol, çarə yol, bizə nə buraxıl dövlət? Silah götürmək. Əcəbə Azərbaycan silah götürsünmü? Yəni, bu sualı soruşmalı yox. İran dövləti indi şəhəri 2 yerə bölübdür. Bir ordular, nizamilər, İrançılar, bir də türklər. Diqqət buyurun, Azərbaycanda indi müadiləni belə görməliyik. Müadilə 2 məchuli müadilə edirsiniz, 4 məchuli edirsiniz, necə edirsiniz eləyin. Amma şəhərlər, Azərbaycan şəhərləri və Tehran, Kərəc 2 yerə bölünübdür. Türk və Fars silahlı güclər. Silahlı güclər tökülüblər xiyabanlara.
Sizi xiyabana qoymurlar çıxasınız. Bu nə deməkdir? Yəni ki, düşməni siz şeyə gətirmişsiniz, meydana gətirmişsiniz. Təbii ki, biz hər mübarizədə yaralı verəcəyik, tutulan verəcəkdir. Harda olmaz? Dostlar, bizi Qandinin fikri ilə toğlayıblar ki, Qandi mübarizəyi filan bəhman. Mən oxurdum. Kaş indi eləyə biləydim, bunu sizə görsədəydim. Görüm o birisi telefonum əgər açıq olsa, mən sizə bunu görsədim. Hindistanın parlamanından bir nəfər İngilistanın əleyhinə şikayət açıbdır ki, istemar dövrəsində 35 milyon hindilini öldürübdür. 35 milyon hindilini öldürübdür. Bir Hindistanlı çox böyük təhqiqatdan sonra yüzlər nəfər o təhqiqçi imişlər. Onun nəticəsini gəlibdir parlamentdə irayə edibdir ki, 35 milyon Hindistanlını o zaman Sri Lanka, Pakistan ondandır. Yəni Hindistandandır. Orada adam öldürübdür. Adamsız bir yerdə mübarizəsiz şəhid verməməkdən bir mübarizə müvəffəq olmaz dostlar. Amma bu üçün dostlarımız görürəm təşkilatlarımıza həmlə edirlər. Təşkilat kimdən ibarətdir? Fikrim ki, indi mən bir dənə təşkilat yatdım, cənabızına düzəltdim. Tamam. Neynəməliyik? İran dövləti içəridə qoymur, üzvü tutaq. İçəridə azadlıq yoxdur ki, bəyaniyyəmizi yayaq, işlərimizi görək, dəftərimiz olsun, dəstəyimiz olsun, qanun şəkli. Elə İran qanunları şəklində biz hərəkətə keçək, lazım olanda da meydana çıxaq. Bunu icazə vermir. Adamlar da buna görə ki, bu hizbə üzv olsalar tutularlar, hizbə üzv olmayacaqlar, olsalar da gizlin olacaqlar. Tamam, hizbilər neynəməlidirlər? Hizbilər, fərz edin mən, ya siz, neynəməlisiniz? Yəni, tək əlli neynəyəcəksiniz? Bir əlinizdən istəyirsiniz, çəpik çalarsınız, çala bilirsiniz, çalın. Hizbin gücü insanlarındadır. İnsanların hizbə gəlib dayanışmasındadır. Hizb ilə əməkdaşlıq etməkdadır. Hizbin sözlərin millətə daşımaq, ümmətə daşımaq və onları həyəcana gətirməkdə, onları hüququnu istəməkdadır. Əgər İran dövləti buna icazə vermirsə, hizb nə edə bilər? İndi dostlar, hizblərimiz elə bu işi görə bilərlər. Yəni, mən də bu günləri hizbi qursam, elə bu işi görəcəm. Yəni, hizbi nəyə qurmaq? İndi bizim 10 dana istiqlalçı təşkilatımız var. Mənim nəzərimə hamısı biri ola bilər. Hamısı bir hizb ola bilər. İndi biri deyə bilər ki, məsələn, biz Türk dünyası istiruq, burada fərqli olar. Biri də deyər ki, biz iki Azərbaycan bir olsun istiruq. Biri də deyər ki, istiqlalçı. Biri də deyər ki, biz istiruq ki, Türkiyə ilə birləşək. Yəni, bu 3 dana istiqlalda bu 3 dana yol vardır. Yox, dördüncüsü də olar deyər ki, mən Azərbaycan, Güney Azərbaycan müstəqil istəyirəm. Bəlkə 5-ci isə çıxar deyər ki, biz İrandakı türklərin topraklarını bir-birinə yapışdırmaq istəyirik. Tamam, bunlar hamısı istiqlal məsələsidir. Bunlar gedər, onlar fraksiyon. Hizbin içində fraksiyon olmalıdır. Amma tamam, indi bunlar müstəqildirlər, sağ olsunlar, vardılar, hər kəsin özünə işlir. Amma hamısı bir bəyaniyyə veribdir və millətimizə deyib ki, millət sizin haqqınız budur. Baxın, hizbin işi budur. Hizb deyəcək ki, mənim nəzərimə bu siyasət düzdür ya qələtdir. Ya mənim siyasətim budur. Hizbin işi budur. Hizbin işi bu deyil. Dura gələ xiyabanda deyək ki, millət gəlin xiyabana, gəlməsə stav eləyəcəm sizinlə. Yox, bu deyil. Hizbin işi bu deyil. Hizbin işi sadəcə budur ki, deyəcək ki, mənim nəzərimdən Azərbaycanlıların ya Türklərin milli mənafiyi budur. Bu milli mənafiyə ələ gətirmək üçün bu işlər görülməlidir. Qutuldu getdi. Millətə deyəcəkdir. Millət seçəcəkdir. Millət seçəcəkdir ki, indi bu hizbidən olsun, olmasın, qoşulsun, qoşulmasın. Hizb nə edə bilər? Hizb sadəcə dediyim kimi deyəcəkdir ki, mənim nəzərimdən Azərbaycanın, türklərin milli mənafiyi bunlardan ibarətdir. Dostlar, gəlin, bunu dəstəkləyin. İndi siz əgər ona üzv olmursunuz, bu sizin müşkülünüzdür. Siz əgər onu dəstəkləmirsiniz, o sizin müşkülünüzdür. Hizbin müşkülü deyil. Hizbləri müttəhəm eləməyin. Deyin ki, nə olub bizim millətimiz hizblərə inanmır? Bunu soruşun. Bizim hizbimizə yox. Əslən, məgər farsların hizbinə inanır. Məgər İranda belə hizbi vardı, onlara inanır, onlara üzv olur. Yox, olmur. Bəs dostlar, bu ki, Azərbaycanlılar, türklər, dünənləri
İran hakimiyyətin məcbur elədilər gəlsin xiyabana. Bu sizin böyük zəfərinizdir. Farslar piruzi deyirlər. Sizin keçən 10 ildə, bəlkə 10 il deməyək, 8 ildə ən böyük zəfəriniz budur. Əlbəttə, Azərbaycan Cumhuriyyətində olan tay zəfərimiz yoxdur keçən 200 ildə. Yəni, Şuşanı almaq, Qarabağın bir çox mahalların işğaldan qurtarmaq keçən 200 ildə taysızdır. Bizə, Azərbaycanlılara. Amma ondan sonra bu iki siz indi neçə ildən sonra eləyə bilməsiniz, bu yaradasınız yüzlər min nəfərin məcazi dünya. Dostlar, məcazi dünyanı indi lazım deyil rahpeymalıq eləyəsən xiyabanda. O zaman rahpeymalıq eləyirdin ki, deyəsən ki, bax xiyabana, burada 100 min nəfər cəmiyyət var. Bu 100 min nəfər deyir ki, mən bu şeyi istəyirəm. İndi o zaman ki, siz gəlirsiniz məcazi dünyada həman işi görürsünüz, həman nəticəni alırsınız. Yəni, dünya, ittifaqən bu səfər onda bəlkə dövlət görürdü, indi dünya görür ki, Azərbaycanlılar bir şey istəyir. Bəs məcazi dünya bu anlamda deyil ki, biz burada fəqət elə bir şey yazırıq. Yox, burada biz insanların əvvələn beynimiz yuyunmaqdan çıxır. Bizim beynimiz ki, yuyublar, yıxıyıblar, bunu değişdiririk. Hamı görür ki, Azərbaycanlılar Urmu gölündən danışırlar. Urmu gölü üçün əkslərini değişdirdilər. İttifaqən mən deyirəm, mən nə iki şey olmuşdum, hək eləmişdilər bu özün dost görsədən düşmənlər. Mən istirdim ki, bir ayrı ayda açdım, istirdim bu ayda adamları deyəm, dəvət eləyəm, gəlin dost olaq, yenə də fəaliyyətlərimizə başlayaq. Mən kimi çağırım deyə qalmışdım. Çox cəlib idi, nəzərimə gəldi ki, indi çox rahatdır mənim üçün seçmək. Hər kəsin adı, əksi, profili çevrilmişdi. Diqqət buyurun, bu da bir təhqiq oldu mənim üçün. Əslində, elə o işi görə mən bunu bir təhqiq kimi zehnimdə aldım. Ki, Azərbaycanlı bir insanı biz nə cür seçək? Milli bir insanı nə cür tanıyaq? Birincisi, hər kəs profil əksini Urmu gölünə seçmişdi. Onları çalışdım ki, dəvət eləyəm, gəlin dost olaq. Mənə rahat idi. Belə əksi görürdüm, vururdum. Bunun adı nədir, şöhrəti nədir, hara bağlıdır, nəçidir, bunlar mənə mühüm deyildi. İkinci, hər kəsin adında milli şəxsiyyətlərimizin adını qoymuşdu, onları çağırırdım. Üçüncü, hər kəs vətən toprağının adını qoymuşdu üstünə. Hər kəs Türk sözün, Azərbaycan sözün, Qəşqai sözün, Türkəmən sözünü işlətmişdi, bunları dəvət edirdim. Hər kəs bizim tarixi adlarımızı qoymuşdu üstünə, onları da dəvət edirdim. Yəni, bizə bir dana da xəbər gördüm, elə bu zamanlarda ki, mənim bu hək olmuşdu hesablarım, bir dana da xəbər gördüm, mənə çox cəlib idi. Yazmışdı ki, İran işğal elədiyi torpaqların mərkəzində, yəni Azərbaycan şəhərində, Azərbaycanın mərkəz şəhəri Təbrizdə, Səbt-i Əhval İdarəsində sevilən adları, seçilən adları ki, millət daha çox adı qoyur, onları yazmışdılar. Birincisi Fatimə idi elə bir, ya Zəhri idi, yadımda deyil. İkincisi kim? Sevil ya Sevda idi. Yəni, bir zaman var idi, əslən bu adlar sayla idi. İndi bu adlar getibdə ən sevildiği adların içinə. Bu brainwash, beyin yıxama sistemindən getmək anlamına gəlir, dostlar. Bu iki fəzai məcazidə, məcazi şəbəkələrdə biz insanlarımız yazırlar, danışırlar, filan elirlər. Bunun nəticəsidir bu. Bunun nəticəsidir, sonucudur. Bunun üçün mən Azərbaycan millətinə və Türk insanlarına dünyanın hər yerində olurlar, xüsusən İranda yaşayan türklərə baş əyirəm, təzim edirəm. Onlar böyükdülər, böyük bir millətdir. Baxmayaq ki, dünənləri çıxdıq, xiyabana çıxmadıq. Mühüm budur ki, düşməni nə qədər qorxuya saldıq. Düşməni nə qədər hazırlığa saldıq. İndi davamı gəlməlidir, dostlar. Bu profillər qalmalıdır, bu yazılar yazılmalıdır, bu danışıqlar getməlidir, bu görüşlər olmalıdır, bu kəmpeynlər getməlidir. Etiraza da çıxmalıyıq. Biz gecələr, günüz yox. Mən bilmirəm niyə dostlar günüz çağırırlar çıxmaq aşıya. Çünki günüz
Dostlar, bizi tanımaq və vurmaq və tutmaq ehtimalı çoxdur. Gecə qaranlıqda nə o libas şəxsilər xiyabanda sizə həmlə eləyə bilərlər, nə o polis, nə o bəsici. Çünki qaranlıq bir dənizdir ki, orada siz eləyə bilərsiniz, mütəqabil həmlə eləyəsiniz. Birincisi gecələr. Çıxın şəhərdə yazın, parçaları asın, əkslər yapışdırın, şuarlar yazın divarlara və məcazi dünyada da işlərinizi davam edin. Yəni, sağ olsun, yaşasın Azərbaycan, çox böyük iş gördü. Mən görürəm, bəzi dostlarımız yazırlar ki, biz deyirdik, çıxmayın, xiyabana çıxdılar, çıxmadılar, siz uduzdunuz. Yox, uduzmadıq. Dostlar, biz uduzmadıq. Mən təbrik deyirəm istiqlalçı hizbilərə. Təbrik deyirəm. Çox böyük hərəkət qabağa apardılar. Çox böyük. İran rejimi nümayəndələrin, bizim nümayəndələrimiz yox, bizim millətin nümayəndələri deyirlər. Onları məcbur elədi ki, onlar danışsınlar məclisdə və desinlər ki, yox, Azərbaycanlılar bir şey istəyirlər. Onları məcbur elədi təhqiq, təfəhhüs şey. Mənim nəzərimdə bu tərh bizi toğlamaq üçündür. Mən şəxsən yazdım, dəfələrdə bunu dedim. Bu tərh bizi toğlamaq üçündür. Sadəcə vaxt alırlar, təhqiq, təfəhhüs mümkündür 2 il çəkər, mümkündür 3 il çəkər, mümkündür 1 il çəkər. Mühüm deyil, amma zaman alacaqdır. Urmu gölünə bu zamanı verməli deyilik biz. Biz Urmu gölünün üçün fəaliyyətlərimiz davam etməlidir, ora su gəlməlidir. Yazda əgər 2 ilə, 3 ilə, 4 ilə su gətirdilər, burada suyu gətirməlidirlər. Belə litrinə pul verib də alsalar, gərək bura su gətirərlər. Bizi toğlamasınlar, 300 milyon gələcəkdir bura su bir ildə. Yox, dostlar, biz 300 milyonla bu Urmu gölü heç zəd eləməz. Burada quruyan su, çünki orada qurudur, o 2 milyardır ildə. Bura su ildə heç olmasa 2 milyard 500 milyon metr mükəb su gəlməlidir bura. İldə. Diri qalmaq üçün, ölməmək üçün fəqət. İstiyaq qayda gələ, həman vaxtda ki, dünən o şeydə, o yerdəki gəmiləri orada Şərəfxana bəndərində, limanında, oradakı gəmilər, İskilə idi əslində, ora İskilə deyirlər farsça, bilmirəm türkçəsi nədir. O İskiləni dünənlərdə od vurdular. Əgər su ora gəlmək üçün 8 milyard metr mükəb, hətta 12 milyard metr mükəb su ola ki, gələ yetişir ora. Bunun üçün, dostlar, çox böyük iş gördünüz, çox böyük iş gördünüz. Yəni, bir də hər kəs Azərbaycan bayrağı vurmuşdur. Fərq eləməz, Türk bayrağı, fərq eləməz, Türkiyə bayrağı, Azərbaycan Cumhuriyyəti bayrağı, Güney Azərbaycanın bayraqlarını vurmuşdular. Hətta hizbilərin bayraqlarını vurmuşdular. Onları da dost üçün seçməyə çalışdım. Amma dostlar, sizə bunu deyəm, böyük bir iş gördünüz. Bundan bir böyük iş görə bilməzdik indilikdə. Bu işi davam etməliyik, davam etməlisiniz. Bu işi qabağa aparmalısınız, dayanmamalısınız. Təbrik deməliyik biz hizbilərimizə, millətimizə ki, bu işi gətirdilər. Videolara bax, aha, mən indi bunu da deyəcəm. Necə olur millət xiyabana çıxmır? Bunun bir məsələsi var. Yəni, analiz eləyək, görək ki, millət bu qədər əkslər, profillər değişdi, yazılar danışdırdılar, seminarlar falanlar online oldu, müzakirələr getdi, sıxanranlıqlar oldu, nə mənə oldu. Niyə millətimiz dünənlərə xiyabana ya çıxmadı, ya az çıxdı? Bunun niyəsini soruşaq. Bir, mən fəqət dövlət baxışından baxıram. Millət baxışından çoxlu müşkillər ola bilər. Amma dövlət baxışından. Bir, dövlət gətirdi, şəhərlərdə polis qoydu, meydanlarda, bəzi danışqahın qabağında, nə bilim, orada, xiyabanda, meydanda, əsli yerlərdə, çaharlarda, fulanda polis qoydu. Dövlətin özünün, bilirsiniz, hətta ziddi şuriş polisin şeyi var, media bölümü var. Bunlar özləri film götürürlər, əks götürürlər, bunları gətirirlər, adam, sizin mənim adam adı ilə, profil adı ilə bunları yayırlar. Biz də bunları alırıq, yayırıq.
Ağa baxın, görün şəhərdə polisə bax. Milləti qorxutmaq. Yəni bir vardı ki, ərtəş neçə şeylə ya müsəlləh güclər neçə şeylə milləti qorxudar. Bir, rejə gedərlər. Sərbazlar durar, səfə gedər, adamlar baxarlar, bunların yerimaqlarından qorxarlar, ayaqlarının səsindən qorxarlar. Ondan sonra bunlar şeypur çalırlar, təbil vururlar, müzik çalırlar da. O müzik bunu qorxuduğu bir müzikdir. Onlara həyəcan verər, qulaq asanlara qorxudar, ürəklərinə qorxu salar, titrədər. Bu da bir şeydir. O zaman ki siz bunun əksini alırsınız, bu libaslarla, bu polislər, polis özü çəkir bunları ha. Maşında görürsünüz gizlənibdir, o əmniyyət gücləri özləri, məsələn, gizlənibdir, film duyan, mən milli adamam. Bunlardan əks götürür, film götürür, qoyur burada. Yəni bunun mənası nədir? Bax, mən qorxuram, siz də qorxun. Bunu baxanlar bir çoxu mümkündür, mən özüm şəxsən bunları yaymışam bir neçəsini, yəni günahımı alın boynuma əvvəl, özüm müqəssirəm. Bunu mən də yayıram ki, baxın, şəhərdə gəlibdir, bu qədər polis var. Bunun mənası millətə nədir? Polis o videonu yayır, biz də özümüz də yayırıq. Biz də bunu görəndən sonra çıxırıq xiyabanda, biz də yayırıq, götürürük bu videoları, əksləri gətiririk, yayırıq. Yanında da yazırıq. Məsələn, ağa, yüzlər nəfər, dostlarım biri mənə zəng edib deyir ki, ağa, yüzlər nəfəri çağırıblar idarə ittilata. Məsələn, bir həftə qalır ki, çıxaq xiyabana. Yüzlər nəfəri çağırıblar, təhhüd alıblar. Adamları tutublar, evlərinə həmlə ediblər, şikəncə ediblər, dədəsinin gözünün qabağında, uşağın gözünün qabağında, xanımının gözünün qabağında, nənəsinin gözünün qabağında, bacı qardaşının gözünün qabağında adamı tutublar, evinin vəsailini aparıblar, dağıdıblar filan bəhman. Bunlar nə demək? Bunlar bir dənə mesajdır, dostlar. Bu cəngi rəvani dedikləri farsça deyirlər, psikolojik savaş deyirik biz türkcə. Bu ruhsal savaşın stratejinin taktikləridir. Nədir düşməni qorxudan çıxmasın? Baxın, İranda bir şey var. O zaman ki siz bir şey istəyirsiniz və dövlət vermir, siz dost və düşmənə çevirirsiniz. Yəni bir iddə adamlar düşməndir, dövlət. Durub da Urmuc gölünün qabağında. Bu sizə hər kəs himayət eləsə, bu Urmuc gölünlə dostdur. Hər kəs bununla müxalifət eləsə düşməndir. Ayrıldı, qutardı. Və səddə də bir iddə var ki, tərəfsiz ola bilər. Tamam. Üçüncü şey. İndi əgər burada gəlirlər bir iş görərlər. Düşmən çalışacaqdır ki, siz çıxmayasınız xiyabana. Siz də çalışacaqsınız ki, düşmən çıxmasın xiyabana. Siz hangi taktiklərlə, hangi psikolojik savaşla, rəvani, cəngi rəvani ilə istəyirsiniz ki, polis, bəsiz xiyabana çıxmasın. Biz burada zəifıq, işləmirik. Biz burada zəifıq, işləmirik. Amma polis, Niruy İttilaatının təcrübəsi çoxdur, imkanları çoxdur, pulu çoxdur, təşkilatlıdır. Filmi götürür, filmi yayır, polisi paltar giydiriblər, pul olublar, giydiriblər, gətiriblər silahlarla, batımla, filanla, maşınla, zireylə, filanla, bəhmanla, xiyabanda düzüblər, motorlar, filanlar durub orada, hamısı izafə kar alacaqlar bunlar. Təşviqi alacaqlar. Bunlar durublar orada, bunlardan filmi götürürük, yayırıq. Bunlar qorxamı çıxsaq tutacaqlar, vuracaqlar, əzəcəklər. Xəbərləri qoyuruq. Ağa filan kəsi tutdular, dövdülər, arvadının qabağında, gözünün, dədəsinin qabağında, uşağının qabağında, nənəsinin gözünün qabağında filan bəhman dövdülər, tutdular, apardılar, evinin vəsailini apardılar. Yaxşı, bu nə deməkdir? Bu bunu deyir ki, çağırdılar idarə ittilata, təəhhüdü kətbi aldılar. Bunları yazmaqda nəzərimiz nədir? Yəni budur ki, ağa, çıxmayın xiyabana. Çıxsa tutacaqlar. Milləti qorxuduruq. Ya bir də salırıq şeyin qabağına. Yəni deyirik ki, ağa niyə çıxmadılar? Çünki bunlardan təəhhüdü kətbi aldılar. Çıxmayın xiyabana. Bunlardan qorxdular, çıxmırlar xiyabana. Yəni əvəzin ki, dövləti məsulə bu eləyək ki, icazə vermir. Biz demokratik bir şəkildə qanun əsasında, hüququmuz əsasında çıxaqlarımızı alaq. Bizə nə deyir? Deyir ki, Azərbaycanlılar ki, təəhhüd verdilər, qorxdular, təəhhüd verdilər, çıxmadılar xiyabana. Ondan dolayı biz çıxmadıq xiyabana. Günahkar biz oluruq. Bu xəbərləri biz niyə yayırıq? Niyə bunları çoxaldırıq? Mən bilirəm ki, olur. Mənim özümü çağırdılar idarə ittilata, zindandan çıxandan 4-5 gün sonra idi. Qələbə hazırlaşırdıq. Çağırdılar, dedilər ki, sən bu cür dedim, mən cavab vermirəm, gedim biraz fikirləşim. Gəldim, mən çıxdım, getdim Qələbə.
Radio Fərdada danışdım, dedim ki, mən gedəcəm Qələbəbaça, dostlarımı da dəvət edirəm, zindandan da buna məktub yazmışdım ki, gəlin, çıxdım, getdim Qələbəbaça, Qələbəbaçada gəldilər, tutalar dostların köməkliyi ilə çıxdım, gəldim. Yəni, mən bunu bilirəm ki, bu olur, demirəm ki, olmur. Amma bunu biz milləti qorxudaraq yazırıq. Ey, vay dədə nənə, bir belə tutdular, şikəncələr filan bəhman. Biləxərə millət çıxacaq xiyabana, batım yiyəcəkdir. Təbii, biz o zamandan sonra ki, çıxdıq xiyabana, batımı yedik, tutulduq, onda gərək bunları yayaq, bunları görsədək. Çünki ondan sonra biz onları qorxuduruq. Sizi məhkəməyə çəkməlidir. Bu əks görsədir, səni məhkəməyə çəkə bilirəm mən. Bu film görsədir, səni məhkəməyə çəkə bilirəm. Bu görsədir ki, bizim hangi adamımız kötək yiyibdir, niyə kötək yiyibdir, nə üstə kötək yiyibdir. Bunlara biz şey eləməliyik, yəni diqqət eləməliyik. Bunlar təbiidir, çox sağ olun. Ola bilər 200 nəfər oladılar, bizim 2000 nəfərimiz qatılsaydılar, olardı, ayaqlardı. Hə, dedim, baxın, dostlar, bu iki şəhərdə polis çox görünür, bu sizin zəfərinizdir. Sizin belə bir nəfərinizdə xiyabana çıxmasaydınız dünən, biz müzəffər idik, piruz idik. Bir nəfər çıxmasaydı da, illəti budur ki, o polislər ki, gəliblər, məsələn, Təbrizin ya Urmiyyənin mən videolarını gördüm, hələ feylən bunlar ikisi şəhərdən danışam. O polislər ki, şəhərdə durublar, libas şəxsilər ki, durublar, motorsəvarlar ki, durublar, bəsicilər ki, durublar, ziddi şurişdir, nə mənədir, bunlar durublar şəhərdə. Bu, bunu görsədir ki, siz düşməni qorxuya salmışsınız. Düşmən sizi bir ciddi güc hesab edir. Psikolojik cəngirəvanidə bunlar mühümmüdür, dostlar. Yəni, siz elamı cəng elədiniz, onlar cavab verdilər, onlar sizi ciddi tutdular, gəldilər xiyabana, onlar demədilər ki, Azərbaycanlar bolof vururlar, gəlməyəcəklər xiyabana. Dedilər, bunlar gələcəklər, şəhər dağılacaqdır, bunlar şəhərləri mümkündür, ustandarini tutarlar, fərmandarini tutarlar, radio televizyonu tutarlar, bahları əllərinə getirdilər, şəhərdarini əllərinə getirdilər, müxabirat sistemini əllərinə getirdilər, polisi əllərinə getirdilər, itilat əllərinə getirdilər. Bunlar üçün gəldilər xiyabana. Dünənləri siz milyardılar izafi tümən, izafi, yəni onların gündə bir büdcələri var. Amma siz dünənləri milyardılar izafi tümən yorunuq, qorxuluq olaraq varid elədiniz. Siz, yəni sizin rəftarınızın əksül əməlindən siz görəcəksiniz nə gücsüz. Yaxşı, biz gəliydik xiyabana, heç sıdda eləməyiydik. Yəni, təbii ki, biz düşən bazarı yandırmayacaqdıq. Təbii ki, bahilləri yandırmayacaqdıq. Gələcəkdik xiyabana, şuar verəcəkdik, çıxıb gedəcəkdik. Film götürəcəkdik, bunu yayacaqdik. İttifaqən mən İran polisinin yerinə olsam, mən bu işi Təbrizdə də olanda bir dəfə gördüm. Təbrizdə olanda, bilmirəm indi bu şəhərlərin birində, yaxın şəhərlərdə, mən bunun adını o zaman da iştibahiyyəm, bilmirəm Binab idi ya hangisi idi, hər halda. Bir yerdə bir bu kod şəhrini istəmək üçün rahbeymalıq var idi. Neçə gün idi o şəhərdə polislə millətin arasında tartışma var idi, savaşma var idi. Mən o zaman Radio Fərdiyə işlirdim, durdum, getdim o şəhrə, baxdım, millətlə danışdım. Gəldim axşam Radio Fərdidən canlı güzariş verdim, dedim ki, ağa, əgər polis bu şəhərdən çəkilsə, millətin onlarla işi yoxdur. Millətin istəyi budur ki, bunlar kodu şəhəri istəyirlər, telefonlarının kodu şəhər kodu olsun. Çox çətin bir şey deyil bu, bunun xərci olar məsələn 100.000 tümən. 1 milyon tümən. Amma bir həftədə bir şəhərdə polis və millət bir-biri ilə qarşıya durublar. Əgər polis çəkilsə, millət çəkilər. Axşam başı polis çıxdı getdi, bu sözü Radio Fərdidən pəxş olunuz, polis çıxdı getdi, millət də yatdı. Mən əgər İran polisinin yerinə olsam, Azərbaycanlılara bilafasilə o zaman ki, istədilər deyərəm, agən rahbeymalıq edin. Nümayəndə məclislərə də deyərəm ki, ağa, gəlin siz deyin ki, filan yerə toplanacaq, biz bu etirazı eləyəcəyik, məsuliyyətə bizimdir. Millət düşəcək, onların da alçın gəlib rahbeymalıq eləyəcək, axşam da qeyd edəcək, gələcək evinə. Həzinəsi %1 azalacaqdır. Yəni %1 olacaqdır. Əvəzin ki, yəni %99 azalacaqdır, beləsi deyim, %1-ə yenəcəkdir. Amma İran dövləti nəinki hər şeydən özünə bir düşmən şey eləyir, çıxadır.
Azərbaycanın düşmən görürsən ordu gətirir. Bu üçün bir dövlət sizin qarşınıza ordusu ilə gəlir, bəsici ilə, ittilaatı ilə. Baxın görün hangi cüzlər dünən xiyaban edir. Bəsic, ittilaat, Sipahın libas şəxsi bölümləri, yəni hamısı ki libas şəxsi giyib gəlmişdilər. Polis, polisin ziddi şurişi, polisin narkotiki, məvadü müxəddiri, polisin agahisi, polisin nə bilim mediası, hamısı dünən gəlmişlər xiyabanlara. Yəni siz dünənləri xiyabanda gördünüz ki, heç olmasa Təbrizdə 50.000 dana polis var idi. Yəni polis və ziddi şuriş, istihbarat vasitələri, bəsici filan, bunlar. Bu nə deməkdir? Heç olmasa. Nə deməkdir bunun mənası? Bunun mənası budur ki, siz müvəffəq oldunuz. Sizi bir düşmən görərək İran hakimiyyəti, əvvələn sizi düşmən gördü, ikinci çıxdı meydana ki, bax gəlsəz mən savaşacağım. Bu sizin mesajınızı almaqdır. Bu deməkdir ki, siz yetişmişsiniz. O dostlar ki, təhlil edirlər və təhlillərində deyirlər, biz dedik çıxmayın, hələ vaxtı deyil, və çıxdılar və gördünüz ki, çıxmı qoymadılar, çıxasınız. Tamam. Siz nədir baxırsınız məncəliyə? Baxın. Amma biz bu rejimi gətirdik ayağımızın altına. Siz Təbrizdə, Urmiyədə, orada, burada, hər yerdə çıxdınız. Bu rejimin məmurlarına dediniz ki, biz çıxacaq xiyabana. Onlar dedilər, bu bizim düşmənimiz çıxsa xiyabana. Müşkil olacaqdı, tökdülər personellərin xiyabana. Dünənləri heç olmasa bir 5 milyard tümən izafi pul verməli oldu İran dövləti onlara. Və o qorxu ki, siz onların canlarına saldınız. Onlar bilirdilər ki, siz Azərbaycanlı və türksüz və haqlısınız və bu haqlarınızı istəməkdə də haqlısınız. Qanun da sizin haqqınızdır, amma fərmandehləri dəstur verib gəlirlər xiyabana. Onlar bilirdilər ki, nə haqdılar. Bilirdilər ki, düşmən kimi bu millətlə rəftar edirlər. Onlar bilirdilər ki, bu millətin haqqı vardı, onları döysünlər. Bu qorxu ilə yaşırdılar. Onlar bilirdilər ki, bu millət bizim əksimizi götürür. Bu əksləri qoysalar biz tanınacağıq. Geci tezi bu millət bizi mücazat eləyəcəkdir. Bunun üçün dostlar, siz dünənləri böyük iş görmüşsünüz. Bu kampeyni davam etməliyik. Daha ciddi, daha hərəkətli. Gecələr şəhərlərimizdə eşiyə çıxmalıyıq, yazı yazmalıyıq, plakatlar asmalıyıq, əkslər vurmalıyıq, videolar hazırlamalıyıq, yaymalıyıq. Amma bundan bu üzə dostlar, mən özüm də bu iştibahı eləmişəm, indiyəcəm, bundan bu üzə eləməyəcəm. O videolar ki, bizim şəhərlərimizə polis çox gəlibdir, onları görsə, onları yaymayaq. Onlar qoysun soruya. Çünki onda biz öz adamlarımıza deyirik, çıxmayın, qalın evdə. Çıxsaz, yəni insanlarımıza deyirik ki, baxın, qorxun. Təslim olun. Evinizdə qalın, çıxmayın eşiyə. Dövlət istədiyi budur. Dövlət də bunu istir deyə də. Dövlət də istir deyə ki, çıxmayın eşiyə, qorxun, qalın evinizdə. Biz də dövlətə eyni həman işi görürük dövlətin nəfinə. Gəlin bu işi görməyək. Bundan bu üzə o videoları, o əksləri yaymayaq. Mümkün də 10 nəfər, 20 nəfər də bizim adamlarımızdan çağırarlar idarə ittilaata, bunlardan təhvili kətbi alırlar ki, siz filan gün eşiyə çıxmayacaqsınız. Tamam, neyniyək? Ya mümkün də 1 nəfər, 2 nəfər də gəlir evlərinə, amma bunun xəbərin yaymaqla biz insanlarımızı qorxuduruq. Bir də fəallarımız var, qorxaq deyirlər. Bunların tutulma təcrübəsi var. Bunların zindana getmə təcrübəsi var. Bunların polisinə tutulma, dadlığa getmə, bunlar təcrübəlidirlər. Amma bir də insanlarımız taza qoşulublar bu hərəkətə. Bunlar qorxurlar, təcrübələri yoxdur. Və bir də insanlarımız əsən istəmirlər tutulalar. Bunun üçün biz bunları qorxutmamalıyıq. Bizim bəzilərimiz, mən özüm də dedim, eyni Farsın taşkişlərin, Fars rejiminin taşkişlərin gətirdik özümüzün üstümüzdə işlədik, özümüzü qorxutmaq üçün. Bundan bu işləri görməyək, amma böyük işirdik. Əgər dostlar, Azərbaycan milləti, milli fəalları bundan bu üzə deyərlər ki, biz hər gün gecələr fəaliyyət edəcəyik. Gecələr bu şəhərdə radio, televizyon, ustandarlıq, fərmandarlıq, polis isteyşənləri
polis məqərriləri, hər yer ki olurlar, pasgahları filanları, bəsicinki filanki amanda qalmayacaqdı. Biz onları üçün, onlar bizi düşmən gördülər, biz də onları düşmən görəcəyik. Bundan sonra bunlara yuxu yoxdur, haram. Əgər deyək ki, bundan bu üzə biz xiyabanda polislərin, libas şəxslərin, motorsavarların, bəsicilərin əksini salacağıq və yayacağıq. Bunların işi qutardı. Bu bizim birinci işlərimizdir. Eyni halda imam-cümələr, nümayəndələr, mollalar, nə bilim, qarimətlər, fərmandarı, ustandarı, hamısını fişar gətirəcək. Dedim, niyə belədir? Dedim, vaqəən İran rejimi və ittilaat sistemi İranda əhməqdir, çox əhməqdir. Mən onların yerinə olsam, gətirirəm, Azərbaycanlılar deyəndə ki, biz filan gün çıxacaq eşiyə, mən əslən nümayəndələrə gedirəm, deyəm ki, gəlin siz bunları şey eləyin. Ustandara deyərəm, fərmandara deyərəm, gəlin millətə deyin, rahbimalıq eləsin. Hizbilərə deyərəm, içəridə İranın hizbiləri var. Milli məzhəbisi var, nə bilim, fulanı var, bəhmanı var. Deyərəm ki, gəlin siz rahbimalıq qoyun Azərbaycanlılar çıxsınlar, şuarlarını versinlər, danışsınlar, desinlər. Amma o qədər ahmaqdırlar ki, bunlar bunu hiss eləmirlər ki, nəhayətdə nə olur? Millət iki yerə bölünəcəkdir. Düşmən, dost. Millət bölünüb. Millət bölünüb. Onlar ki, bu günləri milli adlar özlərinə seçirlər, türk adı özlərinə seçirlər, qəhrəmanlar, tarixi qəhrəmanların adlarını seçirlər. Məsələn, Atatürk'ün əhsin qoyur, adını qoyur, nə bilim, bunlar. Ya onlar ki, Azərbaycan Cumhuriyyətinin bayrağını qoyurlar, Türkiyənin bayrağını qoyurlar, hizbilərin bayraqlarını qoyurlar, Güney Azərbaycanın bayraqlarını qoyurlar, traktoru əhsin qoyurlar, traktor timinin bayrağını qoyurlar. Bunlar əslində iki tipə bölünübdür. İrancı, farsçı və türkçü, türk. Tutuldu getdi. İndi əgər onlar bizi düşmən görürlər, biz də onları düşmən görəcəyik. İndi dostlar, mən elə bu qədər istirdim bu günləri sadəcə bu videonu açdım ki, əvvəl görüm işlirlər ya yox. Ki, buradan ikisi də görürəm işlirir. Umaram ki, işləsinlər. Bir də təbrik deyəm, təşəkkür eləyəm. Dostlar ki, analiz elirlər və bu hərəkəti naqis görürlər. Bunları da deyəm ki, zaviyəzi bir dəyişdirsəz daha yaxşı olar. Və millətimizdən təşəkkür yenə də eləyəm. Əgər sualınız olsa, mən 1-2 dəqiqədə varam burada suallarınıza cavab verirəm. Baxın da görüm ki, burada bir sual sorulmuş olsa. Dostlarımızdan biri yazıb ki, bizim Cəngirəvanimiz yoxdur. Doğrudur, doğrudur. Mütəəssifanə, məsələn, dedim, Cəngirəvani bizdə nə olar? Aha, diqqət buyurun. Cəngirəvani bu olar. Biz bu ki, onları çəkdik xiyabana, bu onları xiyabana çəkmək Cəngirəvanidir. Bu bizim zəfərimizdir. Bu, nizami tarixdə bir gücdür, dostlar. Bir taşkişdir. Yormaq taşkişidir. Düşməni yormaq. Bu Cəngirəvaninin bir hissəsidir. Xiyabana bu iki siz deyirsiniz, biz filan gün gələcək xiyabana, onlar nirularını gətirirlər. İndi əvəzin ki, filan gün deyəsiniz, deyin, bir həftə, 10 gün və 24 saat. 10 günü 24 saatı kəsilmədən biz xiyabanlara fürsət edəndə gələcək xiyabana, məhəllələrə, filanlara. Siz bunları yorursunuz. Bir budur. Cəngirəvaninin birincisi budur. İkincisi, hizbilər ki, bəyaniyyə verirlər, Cəngirəvanidir. Üçüncüsü, insanlarımız ki, yazı yazırlar və dəvət edirlər, Cəngirəvanidir. Diqqət buyurun. Dördüncüsü, bu ki, biz danışırıq, yazırıq, bayraqlarımızı dəyişdiririk, əkslərimizi dəyişdiririk, Urmuc yoluna, Yaharnaya, bu Cəngirəvanidir. Diqqət buyurun. Cəngirəvani fikir əmin ki, elə məsələn, bir doğru şeydir. Yox, elə bunlar Cəngirəvanidir. Amma bunların başında nə gəlir? Biz çıxırıq xiyabana bəsicilərdən, o libas şəxslərdən, motorsavarlardan, polisdən, ziddi şuristdən, pastarlardan, hamıdan əks salaq, film çəkək. Deyək, bunları yayaq, deyək ki, bunlar məsciddirlər, bunlar pastardılar, bunlar filandılar, bunları tanıyaq. Bunları pərvərdə düzəldir. Bu Cəngirəvaninin bir iddəsi buradır. Yəni, biz fikir eləmin ki, Cəngirəvani eləmirik. Elə bunlar Cəngirəvani bunlardan ibarətdir. Düşmən çalışır ki, biz qeydaq evdə oturuq, biz çalışırıq ki, düşmən gəlsin xiyabana, görsün ki, biz bir cücük və bunda müvəffəq olduq. Bunda çox müvəffəq olduq. Və o tərəfdən də
onu tanıtdırırıq, onu qorxuduruq, ürəyinə, ciyərinə. İndi diqqət buyurun. Əgər biz bunların, gətirək bunların əkslərini salaq və bunları tez-tez qoyaq internetə. Bunları tanıyın, adreslərini tapın, adlarını tapın. Bunların adlarını, adreslərini elan edək. Bunların arvad uşaqları səhərdən o evdə qala bilməzlər. O məhəllədən, o şəhərdən çıxmalıdırlar. Zəncirəvani bu deyil. Siz o zaman ki, polisin əhsin salacaqsınız. O polisə deyəcəksən ki, sən şey oldun. İndi görürsə polislər ağzını tuturlar. Niyə? Onlar örgəşiblər ki, bizi tanımasınlar. Həman şey ki, biz də millətimizə deyirik ki, siz xiyabana çıxanda mask vurun. Böyük qoyun, mask vurun. Böyükünüzü çəkin qaşlarınıza can. Hətta qaşlarınızın belə üstünə çəkin. Maskı da vurun burnunuza. Çıxın xiyabana. Sizi tanıya bilməzlər. Sizi tanıya bilməzlər. Bu zəncirəvanidir. Onlar indi polis bunu örgəşibdir. Ciddi şuri işdir, nə mənədir. Bunlar hamısı üz gözlərini örtürlər. O isti ilə papaq giyirlər. Onun üstündə bir kulaqı giyirlər. Onun üstündə paltar giyirlər. Aşağıdan bunlar tutuqsu. Bu nə deməkdir? Zəncirəvani. Dostlar, zəncirəvani siz deyirsiniz. Bu iki internetdə danışırsınız, yazırsınız. Bu zəncirəvaninin bir tərəfidir. Bu için çəkilmirsiniz və hey yazırsınız, hey bunları yayırsınız, hey paylaşırsınız. Bu yəni zəncirəvani. Yəni siz düşmənə bir şey deyirsiniz. Mən sizdən deyiləm. Mən fərqliyəm. Əgər sən mənim düşmənimsən, mən də sənin düşməninəm. Mən sənə tay fikirləşmirəm. Mən bu gölü istirəm. Mən bu dili istirəm. Zəncirəvanidir. Görək dostlardan daha nə yazıblar? Təbii ki, əlbəttə bizim hələ feylə mediamız o qədər yoxdur. Gecələr bəli, eşiyə çıxmaq çox önəmlidir dostlar. Məncə gecələr bizim daha çox zəncirəvanidə qabağa gedərik. Çünki polis edə bilməz şəhri kamil kontrol eləsin. Dürbünlər kamil şəhri görməz. O demişəm də Təbrizdə məsələn bir dənə monitoring sistem vardı. Danışsəran meydanında o parkingin üstündə, üst təbəqəsindədir. Danışsəran meydanında parking hamı bilir, parking təbəqatı. Onun üst təbəqəsində bir monitoring sistem vardı. Əlbəttə mümkündür Sipah paslarında da bir dənə olmuş ola. Oradan çəkərlər, bir dənə də apararlar ora. Amma bilirik ki, məsələn bunlar gecə çox işləməzlər. Çünki gecə kamil görə bilməzlər. Amma bilirik bunlar məsələn 300 metr, 200 metrəcən eləyə bilirlər, yaxına çəkərlər. Bunlar o cür bir dürbünləri var. Amma mühüm deyil. Mühüm budur ki, biz gecələr eləyə bilək, üz gözümüzdə tutaq xiyabana və vuraq, sındıraq, dürbünləri sındıraq məsələn. Məsələn, dürbünləri sındırmaq bizim haqqımızdır. Polisi vurmaq bizim haqqımızdır. Polis bizi vursa, biz də onu vurmaq haqqımızdır. Bizim qanun çərçivəsində haqqımızdır, çıxaq xiyabana etiraz edək. Həm də günüz, həm də maskısız, həm də qorxmadan. Əgər bizim bu haqqımız alınır, polisin də o haqqı ki, polisdə o da alınır. Çünki bizim bir haqqımız zayi olsa, o haqqın qabağında polisin də haqqı zayi olur. Təbii ki, biz gərək polisin sözünə baxaq. Amma o zaman baxacaq ki, polis bizim yanımızdadır və bizim haqqımızdan difa edir. O zaman ki, polis gəldi bizim haqqımızı zayi elədi, onun da sözə baxmaq, ondan itaət eləmək haqq aradan gedir. O əgər bizə güllə atırsa, bizim də onu vurmaq haqqımızı sıxır ortaya. Çünki o bizim polisimiz olmalıdır, bizi qorumalıdır. Nəinki bizim haqqımızı, bizim qabağımıza düşmən kimi rəftar eləməlidir. Biz bu bəhsləri o zaman ki eləyirik, bizim haqqımız nədir? Məsələn, dostlardan bir ikisi çox gözəl iş görmüşlər. Yazmışlar ki, tibbi qanun əsasının 48-ci əsli silahsız biz xiyabanlara çıxsaq, bizim haqqımızdır. İslamın usulu nədir ki, biz onlara zərər vuraq? Diqqət buyurun, İslamın usulu bir, Allah birdir. Tohid yəni. İkincisi nübüvvətli peyğəmbərlər var. Üçüncüsü də maat. İmamət və ədl də İranda şiələrindir. Biz də bunu bu şəkildə ki var, qəbul eləmirik. İndi, əsən olsun imamət və ədl. Biz bunlarla işimiz yoxdur. Biz gəlib demirik ki, ölüm olsun Allaha, İslam aradan geçsin, düşmənlər gəlsin, buranı alsın. Biz demirik. Bizim Allahla, Peyğəmbərlə, imamla işimiz yoxdur. Hər kəsin dini özünə, hər kəsin inancı özünə, hər kəsin də müqəddəs kitabları özünə. Bizim işimiz budur ki, bizim haqqılarımız var. Bu
Bu haqqı qanun da tanıyır, Allah da tanıyır, Quran da tanıyır, din də tanıyır, imam da tanıyır, peyğəmbər də tanıyır, ədalət də tanıyır. Bu haqqın qabağında hər kəs dursa, düşmən fərz olur. Düşmən fərz olmur, düşməndir. Əgər biri bizim üstümüzə silah açsa, bizim onun üstündə silah açmaq haqqımız var. Əgər biri bizim haqqımızı danırsa, onun haqqı aradan gedir. Yəni, haqq iki tərəflidir, bir tərəfli deyil ki. Qanun deyibdir ki, polis bu haqqıları var. Və məsələn, polisin haqqı yoxdur insanların üstündə od aça. Polisin haqqı yoxdur qanun əsasının və qəvaninin adının qabağında dura. Və deyə yox. Polisin haqqı yoxdur. Polisin haqqı budur ki, gələcəkdir, bu haqlardan difa edəcəkdir. Əgər bu haqların qabağında durur, polis düşmənə çevrilir. Düşmənə çevriləndə siz onu vura bilərsiniz. Görək ki, dostlardan daha sorusu olan olsa, mən görmürəm buradan, bir şey burada keçdi elə bir. Burada bir question vardı. Mən bunu qoyum, bura görək dostlar. Bunu yazsalar. Bir zamanı mənabə maddi yoxdur. Məsələn, amuziş rəsanə silah. Hə, baxın dostlardan biri yazır, ustad, bizdə mənabə maddi yoxdur. Məsələn, nə mənə amuziş rəsanə silah. Dostlar, biz dövlət deyilik. Ən çoxunda bir görə hizbidir da. Fikrin ki, məsələn, filan hizbidən danışaq. Hangi hizbi tutursunuz, tutun zehninizdə. Azərbaycan Türk hizblərindən deyirəm. Bizim silahımız yoxdur. Yəni biz müsəlləh hizbi deyilik indilikdə. Heç birisi müsəlləh hizbi deyil. Biz millətə deyirik ki, difa, canınızdan difa eləmək hər kəsin qabağında. Fərq eləməz, İran polisi olsun, şəhərimizdə polisi olsun, bir dana qonşu millətlərdən olsun, ya hər kəs olur, ayrı bir hizb olsun. PKK olsun, Kürt olsun, erməni olsun, hər kəs olur olsun. Hətta Türk olsa belə, bizə silah götürsə, ya bizə işğal fikrinə düşsə, düşməndir. Biz deyirik ki, hamı silah başarır nədir? Hamı sərbaz gedibdir, hamı azdan çoxdan silah başarır. Hər kəsin, bunu Azərbaycanlılar illərdir, deyirlər ki, silahlanın. Yəni, silahı özünüz alacaqsınız. Niyə? Çünki difa canınızdan difa üçün alacaqsınız və toprağınızdan difa üçün alacaqsınız. O xanım haradaydı, danışırdı, dedi ki, mən kəfən giyəcəyəm çıxam. Mən o xanıma iftixar elədim ətim. Ondan sonra da bir mətləb yazdım, Azərbaycanın kəfən giyənləri hanı, türklərin kəfən giyənləri hardadır? Məsələn, nədən biz, məsələn, birdən 2000 nəfər kəfən giyib çıxmıyıq xiyabana? Ki, biz çıxırıq ölək. Polisin gücü var, gəlsin, öldürsün. Yəni, baxın, Zəncirəvanidə bu da mühümdür. O zaman ki, siz kəfən giyirsiniz, bu düşmənə bir söz deyir. Deyir ki, bu adam gəlib ölməyə. Mən bunu öldürsəm, bu da məni öldürəcəkdir. Mən bir nəfər öldürsəm, onlar mümkün 10 nəfər öldürərlər. Bunun üçün kəfən giymək özü bir Zəncirəvanidir. Zəncirəvanidir. İslam da bunu təyid edibdir. Hətta deyir ki, bu paltar ki giyirsiniz, o adam ki gedir savaşda ölür, deyir onun paltarını çıxadıb değişmeyin, o kəfən də elə. Tamam, bu da bu haqda sağ ol dostum, sağ ol. Mənabə maddini özümüz dostlar, bunu gördüm, bir də yazıblar. Bunu özümüz şey eləyəcəyik. Mənabə maddini özümüz yerə hazırlayaq, özümüz alaq və onu düzəldək. Feylən biz bir dövlət sistemi deyilik. Dövlət sistemi olmadığımız üçün, dövlətimizi qurmadığımız üçün mənabə maddini biz hələ feylən təmin eləyə bilmirik. Amma bilirik ki, insanlarımızın hər kəsən özü eləyə bilər. Colt alsın, Klashenkov alsın, hər nəsə daha alabilir alsın. Necə ki, Kürtlərin varlardı, bizim də olsun. Yəni,
Bu bir şeydir, yəni İranda hamının varı üst-üstə elə hər kəs istəyibdi, alıbdı. Biz də ala bilərik, gizləyə bilərik və lazım olan gündə götürə bilirik. Şəhərdə də elə əlimizdə, məsələn, ərəblər çox gözəl əl-əhvazlıqda görürük, alırlar əllərinə, gəlirlər xiyabana, polis də qabaqlarına çıxamır. Yəni biz də əgər bir gün, bizdən də bir gün 20 nəfər əlində silah çıxsa xiyabana, nüqablı, rahbimalıq eləyir. Ya hətta dəyənəkli, yəni deməyim təkcə əsləhə, dəyənək. 20 nəfər, 50 nəfər əlində ağac çıxsa xiyabana, polis biləcəkdir ki, motorsəvar biləcəkdir ki, o motor sürənlər, libas şəxslər biləcəklər ki, bunlara yaxınlaşanlar. Üz gözümüzdə bağlayacaq. Bu Cəngirəvanın bir ayrı tərəfidir. Cəngirəvanı o qədər cüz'idir ki, dostlar, çox kiçik bir şeylə, bir dana bir əksi, bir dana bir məsələn dodağı, beləsi gülmək, çəkmaqla, əksərən Cəngirəvanı olur ya, belə çəkmək, ayrıcı çəkmaqla, bir börkünə, bir semboluna, bir qola bir şey bağlamaqla, nə bilim, siniyə bir şey aslamaqla, buradan bir şey eləmək, bunlar Cəngirəvanıdır, bir əksi götürməklə. Məsələn, diqqət buyurun, Urmu gölünə çıxırıq, Urmu gölünün əksini ki, hamımız çəkmişik, onu çap edirik, bıraq. Sadə, bu. Cəngirəvanı bunlardır. Cəngirəvanı bunlardan ibarətdir və çox da mühümdür, silahdan mühümdür. Silahdan mühümdür. Çox sağ olun dostlar, təşəkkür edirəm, gəldiniz, qoşuldunuz. Azərbaycan millətinə, Türk millətinə bir də təşəkkürümü bildirirəm. Çox böyük iş gördünüz, çox böyük. Var olasınız. Nə yaxşı ki varsınız, sağ olun, sağ olun.